Sən belə baxıram ki, burada oturmuşsan ha. Elə yaxşı ki, abr eləyib üzü o yana deyəndə. Bunun qabağında hanı bu çenik oturub ağzının suyunu axıtmır. İçi burada qəşəngdir, pis deyil. Proje Finlandiyanın mərkəzidir. Bu kivini ilk əkən adamdır bu. Adı da elə onandır. Alexis Kivi. Bu Helsinki'nin mərkəzində. Bura mərkəzdir. Elə bir ki, Bakı kartoflusu məsələn. Bu sendviç çox dadlı bir sendviçdir. Bu 8 eurodur. Hardasa 8 euroyu da bu smoothie. Yəni bunların pulu ilə özlərinə görə yaxşıdır. Mərkəzdir, ayaqdır, Targov kimi bir yerdir. Kilsəsidir. Kilsədə remont işləri gedir. Yüngül yeyinti var. Təzəlicə remont ediblər, bir dənə remont ediblər. Kilsədir bura, amma çox qəşəng bir yerdədir kilsə. Burada belə bir heykəllər var. Aleksandr yazılır üstündə. Yəqin ki, Makedoniyalı İskəndər, yox, başqa adamlar. Aleksandr bu başqa. Bura belə maraqlı bir küçədir. Belə qəşəngdir hər yer. Turistlər çoxdur. 36 yaşım var, hələ bir dəfə yaşamalıda əlimdən bu şey yemək yemək.
qadın kişi ayaq yolusu eyni yerdədir. Burada məsəl üçün kitabxanada gəlmişəm. Belə bir şey var. Amma uşağı ilə oynayır. Görürsünüz. Yəni belə kitabxanadır, böyük belə qəşəng yerdir. Yəni ayaq yolu girirsən ayaq yoluna ümumi içəri, qadın kişi hamı bir növbədə gözləyirlər. Girdim içəri. Gördüm qadınlar dayanıb dedim. Sorry. Çıxdım, gördüm və sorry nədir? Kişi, qadın. Elə hamı bir yerdə gedir. Kızartmalar var. Deməli, kilosu 20 avrodur. 20 avrodur. Nə istəyirsən götürə bilərsən. Hamısı qiymət. Məsələn, piknikə gedən adamlar üçün əladır. Nə istəyirsən yığ, apar ye.